Salam uşaqlar. Addım oyunumuza hoş gəlmisiniz. Hoş gördük. Hazırıq. Bəli. Oyunun şərtlərini izah edirəm sizə. Öncə gəlin sizi təqdim edək. Bizim 7-ci sinif şagirdlərimizdir. Şagirdlərimizlə sonuncu dil qaydaları mövzumuz olub köməkçi nitq hissələri, yəni qoşma, bağlayıcı, ədat, modal, söz və nida. Və şagirdlərə bugün həmin mövzuları təkrara tapşırmışdıq və təkrarımızı yarış şəklində edirik. Görək hansı şagirdimiz daha çox addım ataraq oyunumuzun qalibi olacaq. Addımlarımızı nəyə əsasən atırıq uşaqlar, onu izah edək. Deməli, mən sualı səsləndirirəm. Siz bəli və yaxud xeyr demək şansınız var. Bunu demirsiniz, göstərirsiniz. Necə göstərirsiniz? Əgər cavabınız bəlidirsə, bir addım, yox, sağ əlinizi qaldırırsınız. Cavabınız xeyirdirsə, sol əlinizi qaldırırsınız. Aydın oldu. Sağ əlimizi qaldıraq, görək sağımızı tanıyırıq. Bəli. Sol əlimizi qaldıraq. Bəli, yəni bəli cavabı sağ əldir, xeyir cavabı sol əldir. Aydın oldu. Bir-birimizə baxmırıq. Bir-birinə baxıb, baxan, sonra əlini qaldıran yarışdan çıxacaq. Aydın oldu. Hər birinizə uğurlar. Başladıq. Aha. Qoşma ismin yerlik halından başqa bütün hallara qoşula bilir. Əlimizi qaldırırıq, cavabımızı dildən vermirik. Bir də dillə cavab verən adam çıxacaq. Aydın oldu Ayşə. Birinci denə bağışlayıram. Xeyrimizi dillə deyirik, demirik. Əlimizlə. Aydın oldu. Aha, Səlim deyir bəli, digərləri deyir xeyr. Düzdür, sənin bəli əlini qaldırmısan da, düzdür? Bilirsən, yox, ya sən təsdiq eləyirsən və ya da inkar eləyirsən. Yəni, bilirsən, bilmirsən, demirsən. Başa düşdün, aydın olmadı. Aha, yəni birinci deyənə hamınızı da birincidə bağışladım. Başa düşdük. Yəni ki, sən bilirsən, bilmirsən, mən soruşmuram. Sənin sadəcə suala bəli və yaxud da xeyir demək kimi bir şansın var. Bəli deyirsənsə sağ əlini qaldırırsan. Xeyir deyirsənsə sol əlini qaldırırsan. Aydın oldu. Hər birinizin cavabı düzgün qəbul olunur. Düzdür, qoşma ancaq yerlik hala qoşulur. Fikri yanlış fikirdir. Çünki yerlik və təsirli hallara qoşula bilmir. Aha. Əlinizi salın. Həyəcanlanmayın. Deməli, növbəti sualımız belədir. Ədatlar cümlədə, bütün ədatlar cümlədə digər sözlərdən vergüllə ayrılır. Tez cavab veririk. Bütün ədatlar cümlədəki digər sözlərdən vergüllə ayrılır. Səlim, niyə cavab vermirsən? Bəli, cavabınız nədir uşaqlar? Bəli, səhv fikirdir. Çünki bütün ədatlar vergüllə ayrılır. Fikri yanlışdır. Yaxşı. Addımlarınızı hamınızda eyni deyənə hələ ki az gələ bilərsiniz. Yəni yadımdan çıxdı. Hər sualda bir addım önə gəlməlisiniz. Tamam. Uşaqlar, artıq oyunun şərtləri aydın olduğuna görə daha fikirləşmirsiniz də, yəni başa düşdünüz. Sualımı səsləndirirəmsə həmən cavabını istəyirəm. Aydın oldu mu? Yəni 2 saat oturub fikirləşmirik. Tamam. Təsdiq və inkar ədatları vergüllə işlənir. Təsdiq və inkar ədatları vergüllə işlənir fikri düz fikirdir. Buna sadəcə Səlim düzgün cavab verdi. Deməli, 3 şagirdimiz oyunu tərk eləməlidir. Əslinə görə tərk eləmir, yəni. Səlim bir addım önə gəlir. Aferin, siz qaldınız bir addım arxada. İndi növbəti səhv başa düşmürük. Sualı düzgün başa düşürük. Aydın oldu. Bəli, sizin günahınızdır. Aha, növbəti sualımız belədir. Ancaq sözü qüvvətləndirici ədatdır. Tez cavab verin də. Tez.
Ancaq qüvvətləndirici ədatdır. Buna Fərid və Ayşə xeyir cavabını verir. Səlim və Zəhra bəli cavabını verir. Xeyir cavabını verənlər düzgün cavab verir. Çünki qüvvətləndirici deyil, məhdudlaşdırıcı ədatdır. Bəli, siz artıq üçünüz oldunuz. Eyni sırada Zəhra arxada qaldım. Bəli, diqqətli oluruq. Aha, sualım belədir. Aha, deməli, sualımız nədir? Bütün modal sözlər vergüllə ayrılır cümlədə. Bütün modal sözlər vergüllə fərqlənir digər sözlərdən. Yəni vergül ayrılır. Bəli. Tez cavab verin, gözləmirik. Bəli, hər kəs düzgün cavab verib. Bütün hamısına aiddir. Çünki bizim orada istisnalarımız var idi. Aha, tamam. Belə. Sonra davam edirik uşaqlar. Köməkçinin hissələrimizlə. Olmaya fikirləşmirik. Aydın oldu. Çünki çətin suallar səsləndirmirəm. Həmən cavab veririk. Aydın oldu. Gözləməyə vaxt vermirəm. Olmaya qoşmadır. Olmaya sözü qoşmadır. Bəli, hamı düzgün cavab verib. Addımınızı biraz balaca atın ki, Fərid səndə. Bəli, gəlib o saat bura çatmayın. Tamam, sonra Fərid əlinə sal aşağıda. Aha, deməli sonra sualımız belədir. Bağlayıcılar. Aha, deməli, belə deyək. Və bağlayıcısı qarşılaşdırma bağlayıcısıdır. Həmən cavab veririk. Və qarşılaşdırma bağlayıcısıdır. Həmən cavab veririk. Tez. Aha. Və qarşılaşdırma bağlayıcısı deyil. Bəli cavabını verənlər səhv cavab verdilər. Və uşaqlar nə bağlayıcısıdır? Birləşdirmə bağlayıcısıdır. Ayşə və Fərid gəlir bir addım önə. Ayşə Fəridlə bir eyni sırada dayanırsan. Görürsünüz Fəridi? Maşallah. Aha. Gözdəyməsin. Bəli. Aha. Suallarımızı səsləndirirəm. Sonra deməli deyirəm ki, uşaqlar. Aha. Deməli belədir sualımız. Ki, cümlə deyirəm, orada diqqətli qulaq asırıq. Müəllim bilir ki, oyun ədalətli olacaq məsələn. Cümləmiz belədir. Cümləsində ki, ədatdır. Tez cavab veririk. Müəllim bilir ki, cümləsində ki, ədatdır fikri yanlış fikirdir. Fəriddən başqa hər kəs düzgün cavab verib, hər kəs bir addım önə. Beləliklə, Səlim, Ayşə bir addım sənin önündə olmalısan. Aha, belədir. Yəni, birinci Ayşədir, sonra Səlim, daha sonra Zəhra və Fərid gəlir. Yox, heç kimə də baxmır Fərid. Tamam, sonra sualımız belədir. Ümumiyyətlə sözü fikrin mənbəyini bildirən modal sözdür. Tez cavab verir, çox fikirləşirsiniz siz. Ümumiyyətlə fikrin mənbəyini bildirən modal sözdür, tez. Xeyr, hamı səhv cavab verdi. Ümumiyyətlə nə bildirir uşaqlar? Nəticə bildirir. Deyəsən, ümumiyyətlə sizin təkrarınız yaxşı olmayıb. Heç kim addım atmadı. Çox pis, çünki ümumiyyətlənin nə olduğunu bilmədi. Digər sualımızı səsləndirirəm. Sən bunları bilirsən ki, cümləsində köməkçini hissəmiz ədatdır. Tez. Bəli, hər kəs düzgün cavab verib. Və uşaqlar, bir şərtlə tanış edirəm. Fikirləşən, həmən sonra cavab verməyən oyunu tərk edəcək. Fikirləşmirik. Aydın oldu. Mən sualı zaten deyəndən sonra sizin 1-2 saniyə ərzində cavabınızı verməyiniz lazımdır. Aydın oldu, siz gec cavab verirsiniz. Həmən cavab vermək lazımdır. Aha, sonra uşaqlar. Aha, sual verirəm. Sual ondan ibarətdir ki, bəs sən gəlməyəcəksən cümləsində ədat işlənməyib.
Bəs sən gəlməyəcəksən cümləsində də işlənməyib. Səlim. Fikri yanlış fikirdir. Bəli, düz cavab verdiniz hamınız. Bəli, addım atmayın, yerinizdə qalın. Çünki heç bir şey dəyişmir də, hamı da eynidir. Zəhra, fikrin dəyişmirsən. Aydın oldu. Qolunu birini qaldırır, sonra o birisinə keçirmirsən. Aydın oldu mu? Əvvəldən eyni sabit saxlayırıq. Hansını qaldıracaqsansa qolunu, onu qaldırırsan. Aha. Çünki şərt bağlayıcısıdır. Çünki şərt bağlayıcısıdır. Tez cavab veririk, tez. Tez. Yatmışsınız. Çünki şərt bağlayıcısıdır dedim və buna Zəhradan başqa hər kəs xeyir dedi. Bəli, xeyir deyənlər düz dedi. Çünki səbəb bağlayıcısıdır. Zəhra xaricində hər kəs bir addım önə. Bəlkə siz gəldiniz, çıxdınız, belə gedəsiniz, arxadan eyni istiqamətdə düzüləsiniz. Bəli, Fərid Səlimdən bir addım arxada olmalıdır. Bəli, orada olmalısan. Deyək, arxadan gələk, təzdən görək kim qalib gələcək. Çünki yerimiz qalmayıb. Davam edirik. Yerlərimizi tutduq. İndi isə sualımızı səsləndiririk. Sualımız belədir. Nidalar cümlədə digər sözlərdən vergüllə fərqlənir. Tez cavab veririk. Tez. Tez oldu. Nidalar, yəni vergüllə işlənir fikri. Doğrudur, yanlışdır. Tez cavab veririk. Zəhra, baxmırsan, baxdın. Sənə xəbərdarlıq 3-cü dəfə ilə bilmirəm, yəni. Baxdın, yəni, baxıl cavab vermirik. Yaxşı. Aha. Deməli, Fərid və Zəhra xeyir cavabını verdi. Səlim və Ayşə doğru cavabını verdi. Doğru cavabını verənlər düzgün verir. Çünki nidalar vergüllə işlənir. Bir addım siz önə gəlirsiniz. Aha. Tamam. Aktiv oluruq. Aydın oldu. Sualımız belədir. Fikirləşmirsiniz. Yəni, çox fikirləşməyinizə çox vaxt gedir. Aha. Siz deyə bilərsinizmi ki, sanki onlar yuxlayırdılar. Cümləsində köməkçinin hissəmiz vergüllə işlənməlidir fikri. Doğrudur, yanlışdır. Sanki onlar yuxlayırlar. Cümləsində köməkçinin hissəsi vergüllə işlənməlidir. Əlimizi qaldırırıq. Aha, Fərid və Ayşə xeyir deyib, Səlim və Zəhra bəli deyib. Xeyir deyənlər düzgün deyir, çünki sanki vergüllə işlənməyən bir modal sözdür. Fərid və Ayşə bir addım önə. Uşaqlar, son 3 sualı səsləndirirəm. Son 3 sualdan sonra yarışımızın qalibi məlum olacaq. Aydın oldu. Yəni, bura gəlib çatana, yəni, belə deyim də, bu partiyanın istiqamətinə gəlib çatana qədər 3 sual qoymayaq. O partiyaya gəlib çatana qədər görək kim düzgün qalib olacağımız bizimdir. Sonra sualımız nədir? Baxaq görək. Aha. Tək hecalı qoşmalar sözlərə bitişik yazılır. Tez. Bəli, hər kəs düzgün cavab verdiyinə görə hər kəs bir addım önə gəlir. Aha. Aha. Növbəti sualımız beləncə nədir? Yəni, tabellik bağlayıcısıdır. Cavab verin də. Yəni, tabellik bağlayıcısıdır. Səlimdən başqa hər kəs səhv cavab verib. Çünki yəni tabelsizlik bağlayıcısıdır. Səlim bir addım önə gəlir. Ayşə bir addım səndən öndədir. Sonra Səlim, Fərid, daha sonra bir addım aranızda fərq var. Bir addım. Sonra cavab veririk. Hərca tabelsizlik bağlayıcısıdır. Tabelsizlik? Səhv cavab verdi hər kəs. Çünki hərca tabellik bağlayıcısıdır. Sonra cavab veririk. Nəinki bölüşdürmə bağlayıcısıdır. Nəinki bölüşdürmə bağlayıcısıdır. Tez cavab veririk. Cavab verdi hər kəs. Bəli, hər kəs düzgün cavab verib, hər kəs bir addım önə. Aha. Son sualımızı səsləndirək.
Son sualımız nədir? Aha. Deməli, necə dayanım ki, hamınız düşə biləsiniz. Aha. Sualımız belədir uşaqlar. Mən sənin kimi qoçağam cümləsində işlənmiş köməkçinin diksiyası bağlayıcıdır. Tez cavab veririk. Mən sənin kimi qoçağam cümləsində işlənmiş köməkçinin diksiyası bağlayıcıdır. Səlim cavab ver tez. Xeyr cavabını verdin. Deməli, bu sonuncu sualımız idi, düzdür? Uşaqlar, mən sənin kimi qoçağam cümləsindəki kimi sözü bağlayıcı yox, qoşmadır. Deməli, cavabımız xeyr olmalıydı. Səlim və Ayşə bir addım önə gəlir. Beləliklə, yarışımız yekunlaşır. Ayşə yarışımızın qalibidir. Amma ümumi olaraq onu deyə bilərəm ki, sual-cavab xoşuma gəlmədi. Ya həyəcanlısınız deyə düşünürəm ki, ilk dəfədir kameralar qarşısındasınız deyə həyəcanlanırsınız ola bilərsiniz. Amma ki, bu sonuncu dəfə olsun bu həyəcanınız. Artıq bundan sonra tez-tez kameralarda görsənəcəksiniz inşallah. Görək növbəti dəfə yarışımızın qalibi kim olacaq? Yarışımızın qalibini gəlin alqışlayaq. Ayşəsini niyə alqışlamırsan? Aha, sağ olun, salamat qalın.